ədəbiyyatından da mənzur danışırdılar ki, siz bizi tribun eləyibsiniz, nə mənə cavab? Cənabıza yox ha, cənabıza yox. Elədir, cənabızı deməyəm. O adam ki, bax, qayda bir dənə çox belə dünənlər, ya dünən Güney Azərbaycan Milli Hərəkətini tanıyıb və bu günləri dinə sadə bir yaşasın Azərbaycan deyən insana, əgər məni Yaşar Heydəri, qaydam ona deyəm ki, sən məni tribun eləmişəm, elədir, mənim ləyaqətim demək olar ki, onun ayağının altındadır. Bunu mən deyəm. Çünki niyə? Mənim vəzifəmdir ki, sənin tribunun olam. Ay, bunu istəyirdim deyəm də mən heç istəmədim çox da özür dilərim. Mən deyəm. Mən istiqlal həvəsliyəm, mən özgürlük nəfəsliyəm. Dərs almışam tarixlərdən ibrət adlı kitabım var. Alınmayıb xainlərdən hələ çoxlu hesabım var. İnandığım o özgələr verdi bizə təcrübələr. Biz dedik bəs gəldik gedər, ermənilər, həm hindilər. Şuriş olduq biz ürəkdən, qafil olduq gələcəkdən. Biz özümüz ac yaşadıq, düşman yedi duz çörəkdən. 5 oldular, 3 oldular, saymayın ki, heç oldular. Üstümüzə güc aldılar, yerin saldıq biz ipəkdən. O isə vurdu lap biləkdən. Həm sap olduq, həm də tiyə. Qaldıq qardaş deyə. Topraq verdik bicay kürdə. Məqam verdi erməniyə. Dərs almırıq xainlərdən, tarix bizə deyə.